İnsanın üçüncü səbəb günahlar etməsi və həmçinin də asişləri yerinə yetirməsi. Həqiqətən də bunların imana böyük təsiri var. Yəni, necə ki, bu barədə sələflər buyurur ki, iman itaətlə artırır, asişlərlə azalır. Ona görə də insan nə qədər, yəni Allah Subhanahu taala əmrlərini yerinə yetirirsə, vacibləri yerinə yetirirsə, müstəhəbləri yerinə yetirirsə, insanın imanı artır. Həmçində əgər insan Allahın qoyduğu qadağalardan çəkinmirsə və haramları yerinə yetirirsə, onda insan imanı zəifləyir. Və həmçində günahlar dərəcələrinə görə fərqlənir. Günahlar, yəni fəsadına görə fərqlidir. Necə ki, yəni əməllər, yaxşı əməllər, məsələn, filan bir əməl digər əməldən üstün olduğu kimi, həmçinin günahlar da fərqlənir. Elə günah var ki, məsələn, böyük günahdır. Elə günah var ki, məsələn, kiçik günahdır və s. və axır. Və ona görə də alimlər buyurur ki, yaxşı əməllər dərəcələr olduğu kimi, həmçində günahların da, asişlərin də dərəcələri var. Salih əməllərin də dərəcələri var. Necə ki, Uca Allah bu barədə buyurur ki, hum dərəcətun indəllah vallaha basirun bimə ya'malun. Uca Allah Subhanahu taala buyurur ki, yəni onların, yəni Allah yanında dərəcələri var. Həqiqətən Allah Subhanahu taala onların etdiklərini görür. Həmçinin Allah Subhanahu taala başqa bir ayədə insanların etdiyi əməllər barəsində buyurur ki, və likulli dərəcətin mimmə amilu. Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Və mə rabbuka biğafilin əmmə ya'malun. Rəbbin onların etdiklərindən xəbərsiz deyil. Və günahların dərəcələrinə gəldikdə isə Quran və sünnə ümumiyyətlə ona dəlalət eləyir ki, günahların da böyük və kiçikliyi var. Böyük günahlar var və kiçik günahlar var. Buna dəlil Uca Allah Subhanahu taala buyurur ki, "İn tectenibu kebaira ma tunhauna an, nukaffir ankum seyyiatikum və nudkhilukum mudkhalan kerima." Uca Allah buyurur ki, yəni sizə qadağan olmuş böyük günahlardan çəkinsəniz, biz sizin günahlarınızdan keçərik və sizi, yəni o böyük bir keçidə daxil edərik. Yəni Uca Allah Subhanahu taala nə buyurdu? Yəni insanın böyük günahlardan çəkinməsi. Əllezîne yectenibûne kebâirel ism vel fevâhişe illel lemem. Uca Allah Subhanahu taala buyurur ki, onlar kiçik günahlar istisna olmaqla böyük günahlardan və iğrənc əməllərdən çəkinirlər. Yəni burada bu ayı göstərir ki, günahlar da özü yaxşı əməllər dərəcələrə bölündüyü kimi günahlar da böyük və kiçik hissələrə bölünür. Necə ki, bu barədə Peyğəmbər hədisə gəldikdə isə dəlil Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 5 namaz və həmçinin cümədən cüməyə, Ramazandan Ramazana, yəni böyük günahlar istisna olmaqla nədir? Kiçik günahlara kəffarədir. Kiçik günahları silib aparır. Sonra isə Peyğəmbər günahların qismləri barəsində başqa dəlil isə Peyğəmbər bir gün sahabələr Allah Resulü sallallahu aleyhi ve sellemin yanında otururlar və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizə ən böyük günahlar barəsində xəbər verinmi? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ən böyük günahlar Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq və həmçində yalana şahidlik etməkdir. Ümumiyyətlə, günahlar özü də 4 qismə bölünür. Günahlar özü 4 qismə bölünür. Birinci mələkiyyə, bunların inşallah açıqlamasını verəcəm. Mələkiyyə, şeytaniyyə və əs-səbuiyyə, bir də əl-bəhimiyyə. Əl-mələkiyyə, əş-şeytaniyyə, əs-səbuiyyə və əl-bəhimiyyə. Yaxşı, bunlar nədir? Əl-mələkiyyə günahları nədir?
Yəni, bəzi insanlar var ki, onlar, məsələn, Allah Subhanahu wa Ta'ala'ya aid olan sifətləri, məsələn, özlərinin o sifətləri veriblər. Məsələn, ucalıq sifətini, böyüklük sifətini, qəhir sifətini və həmçinin üstünlük sifətini özlərini veriblər. Hansı ki, bu sifətlər nədir? Allah Subhanahu wa Ta'ala aiddir. Və bu da təbii günahların ən böyücüdür. Günahların ən böyük növlərindən biridir. Ən təhlükəli növlərindən biridir. Bu, əl-mələki adlanır. Əş-şeytaniyə gəldikdə isə, əş-şeytaniyə günahlar isə, yəni insanın bir növ, yəni şeytana bənzər əməllər yerinə yetirməsi. Yəni, məsələn, insanlara günahları gözəl göstərməsi və həmçində insanları Allahın itaətindən uzaq salması və Allah Subhanahu wa Ta'anın dinində bidətlər ortaya çıxartması, həmçində bidəti və zəlalətə dəvət etmək. Bu, şeytaniyə günahlardır. Sonra isə əs-səbuiyyə günahı isə nədir? Əs-səbuiyyə günahı, yəni düşmənçilik və həmçində qan axıtmaq, həmçində yəni acizləri incitmək və acizlərə əziyyət vermək və həmçinin insanlara qarşı zülm etmək, insanlarla düşmənsiz etmək. Bu, əs-səbuiyyə adlanır. Əl-bəhimiyyə günahı isə, yəni Allah qorusun, insan yəni öz qarnına görə, öz cinsiyyət orqanına görə başlayır çirkin və murdar fahiş əməllərlə məşğul olmağa. Yəni, qarnına görə insan oğurluq eləyir və kasıbların malını yiyir və həmçinin də cinsi orqanına görə görürsən ki, insan kimlər ilə isə zinaya girir və bu kimi yəni çirkin və fahiş əməllər eləyir. Bu, əl-bəhimiyyə adlanır.